Ramazan ayının mənəvi dəyərlərini, birlik və həmrəyliyini təcəssüm etdirən növbəti xeyirxah tədbir Salyan rayonunda həyata keçirilib. 2-ci Qarabağ müharibəsinin qazisi, 1-ci qrup Qarabağ qazisi Talih Camalovun təşəbbüsü və təşkilatçılığı ilə şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub. Tədbirin əsas məqsədi vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə diqqət və qayğı göstərmək, onların yanında olduqlarını bir daha nümayiş etdirmək olub. İftar süfrəsində şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Milli Məclisin deputatı Günay Ağamalı çıxış edərək qeyd edib ki, şəhid ailələri hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzindədir. O vurğulayıb ki, şəhid ailələrinə göstərilən qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir və bu siyasət ardıcıl şəkildə davam etdirilir. İftar mərasimində Salyan rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının sədri, media nümayəndələri, eləcə də bir neçə dövlət qurumunun rəhbərləri iştirak ediblər. Çıxış edənlər Ramazan ayının insanları mərhəmətə, paylaşmağa və birliyə çağırdığını bildirərək bu kimi tədbirlərin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Səmimi və mənəvi mühitdə keçən iftar süfrəsi şəhid ailələri tərəfindən yüksək dəyərləndirilib. Tədbirin keçirilməsində Hacıoğlu ailəvi restoranı dəstək göstərib. Səmil Şahlaroğlu, Yaqub Mehdioğlu, Xəbər vaxtı. Mən özümü təqdim edim. 2-ci Qarabağ döyüşünün qalibi, 2 ayaqlar mavi döyüşlərdə itilmiş, ehtiyatda olan tanışlarımız Qazi Talih Camalov, vətən sağ olsun. Allah bütün tutulan oruclarımızı qəbul eləsin. Allah bütün verilən ehsanlarımızı qəbul eləsin. Allah hər birinizdən can sağlığı, kömək olsun. Allah Cənab Ali Başkomandanımızı qorusun. Onun xanımını, Mehriban xanımını qorusun. Mən Cənab Prezidentlə görüşdüm. Erdoğan rəisimizlə, Türkiyə Respublikasının prezidenti və onun xanımı ilə Allah hər birini qorusun, Allah can sağ, Allah bir də müharibə yaşatmasın. Müharibə çətindir. Gücümüz çatandan biz iftar süfrəsi verdik. Hacıoğlu rəhbərliyi ilə təşəkkür edirik. İlqar müəllimə, İlkin müəllimə iftar süfrəsinə görə Allah hər birinizə can sağlığı etsin, Allah ruzunuzu bol eləsin deyir, paylaşmaq gözəldir. Bugün Salyan rayonunda Qazi qardaşımız Talihin təşkil etdiyi, onun təşəbbüsü ilə təşkil olunan iftar süfrəsində böyük məmnuniyyətlə mən də iştirak etdim. Talih qardaşımız canını bir göz qırpımında vətənimiz uğrunda fəda edən oğullarımızdandır. O torpaqlarımızın azadlığı, suverenliyimiz uğrunda sağlamlığını itirən qardaşlarımızdır. Mən bugün bir daha əmin oldum və o əməllərinlə bir daha sübut etdi ki, o həqiqətən də dövlətimizə, xalqımıza bağlı olan, sədaqətlə xidmət edən mərd, igid, ərən qardaşlarımızdandır. Allah onun canını sağ etsin, ona uzun ömür, can sağlığı arzu edirəm. Onu böyüdən atanın, ananın əllərindən öpürəm ki, o həqiqətən də vətənə, dövlətə, xalqımıza ürəkdən bağlı olan gənclərimizdəndir. Allah qəbul eləsin. Qazi Talih qardaşımız bizi bugün iftar süfrəsinə dəvət etdi. Sevə-sevə Bakıdan gəldik. Salyan torpağında müqəddəs, halal, mübarək süfrəsində iftar açdıq. Allah qəbul eləsin və Allah qazi qardaşlarımızın hamısının canını sağ eləsin. Şəhid ailələrini, şəhid analarını, şəhid atalarını gördük. Onlarla görüşmə imkanına görə də bir daha Qazi Talihə təşəkkür edirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qazi Talih Camalov bugün şəhid ailələr üçün iftar süfrəsi təşkil edib. Biz də sevə-sevə iftar süfrəsində iştirak elədik. Allah xalqımızın Ramazan bayramı mübarək eləsin. Üç rəhli bayrağımız, üç rəhli hilallığımız əbədi olaraq əzəli Qarabağ torpağında dalğalanır. Müzəffər Ali Başkomandanın uğurlu siyasəti nəticəsində şəhidlərimizin qanı, canı bahasına biz bugün qürurluyuq və fəxrlə qalib xalqın qalib nümayəndələriyik deyə bilirik.